Son saatlarda Amerika Avropadakı bazalarda yerləşən yanacaq dolduran, erkən xəbərdarlıq və kəşfiyyat idarəetmə təyyarələrini yaxın şərqdəki ABŞ hərbi bazalarına göndərir. Cenevrədə İranla aparılan danışıqlar uğursuzluqla nəticələndiyi üçün Amerika İrana qarşı güc tətbiqinə hazırlaşır və bunun üçün regionda çox ciddi qüvvə cəmləşdirib. Bu barədə politoloq Kamran Cəfərov qeyd edib. Axios nəşrinin mənbələri ehtimal edir ki, bu böyük ehtimalla Amerika və İsrailin birgə kampaniyası olacaq və nöqtəli zərbələrdən daha çox tam miqyaslı müharibəyə bənzəyəcək. Diplomatiya bitib, danışıqlar predmeti çoxdan yoxdur. Maraqlar toqquşması son dərəcədə güclüdür və bütün bunlar Amerikanın İrana qarşı hərbi əməliyyatını qaçılmaz edir, o bildirib. Qeyd edək ki, GBC News nəşri də Amerikanın İrana hücuma həftə sonu tam hazır olacağı barədə məlumat yayıb. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.